Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Cavadxan qəsəbəsində, yəni avtozavodda 4 sot torpaqda deməli, bax belə bir yarımtikili satılır. İndi bu yarımtikili haqqında mən sizə məlumat verməliyəm. Hal-hazırda bax mən zalında yerləşirəm. Zalın uzunluğu 9, eni 4 metrdir, kürsülüdür, 2 qat kubiklə hörülüb. Deməli, bax qarşıda olan otağın ölçüsü 4-ün 4-dədir. Bu bir otaq. Solda, yəni bax hal-hazırda sol nəzərdə tuturam. Bax buranın da ölçüsü 4-ün 4-dədir. Bu cürdür. Necə görürsünüz? 2 qat kubiklə hörülüb. Onu da deyim ki, yəni qonşu ilə eyni barı deyil, addelmi barıdır. Bura isə deməli 5-in 4-dədir. Bax yenidən həmin otağı mən sizə göstərirəm. Deməli bu həyət evi yarımtikili Gəncə Avtomobil Zavodunun üst tərəfində təzə məhəllələrdə yerləşir. Bir də şəhərdən gəldikdə Avtomobil Zavodunu keçdikdən sonra yolun sağında Almarket var. Bax həmin Almarketdən bu yarımtikiliyə qədər, bu həyət evinə qədər olan məsafə 700 metrdir. Ancaq təzə deməli çəkilmiş asfalt yoldan yəqin ki bilirsiniz. Bax həmin yoldan, yəni bax bu avtobusdan bu həyət evinə qədər olan məsafə isə 500 metrdir. İndi darvazadan giriş hissəsini göstərirəm. İşıq və qaz deməli xətləri keçir. Bax görmək mümkündür. Mən də yenidən qaz xəttində görürsünüz. Ətrafda yaşayış var. Bura Navesin alt hissəsidir. Navesin alt hissəsi 17-nin 7-yədir. Qarşıda bağçasıdır. Burada isə deməli ölçü 18-in 8-ədir. Təxminən 10-a yaxın ağac növü var. Gördüyünüz kimi hündür barısı var. Bax yenidən mən sizə bu bağçasını göstərirəm. Bir də ki Navesin alt hissəsini görmək mümkündür. Bax belə bir yarımtikilinin qiyməti 35.000 manatdır. Qiymətində razılaşma olmalıdır. Sənədi, sərəncamdır, arxiv arayışı var. Bir də Sputnikdən deməli konkretli bu torpağın olduğu yer var. Yenidən mən sizə Navesin alt hissəsini, bir də evin xarici görünüşünü göstərirəm. Qiyməti 35.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar. Onu da deyim ki, yəni bax burada yeganə qalan, bax bu bak olacaq, ağ bak, bax belə. Sizlərə uğurlar.